belə bir tərif edirlər ki, bəyəndiyiniz bədənlərə bəyəndiyiniz ruhu qoyub deyirsiniz ki, adı sevgidir. Sizin üçün sevgi nədir? İnsan birinci vurulur. Görür, vurulur. Vurulma mərhələsindən sonra uzun müddət, bir də görürsünüz, çox cəmiyyətə də ayrı dostlara, çevrə insanlarına belə gəlir ki, kimsə sevir, dəhşətli dərəcədə bir-birini sevirlər, bu 6 aydan sonra ayrılırlar. Və hamı dəhşətə gəlir ki, bu cür sevgi bitdi. Əslində onlar sevməmişdi, onlar vurulmuşdu. O vurulma mərhələsini sevgi adlada bilmədilər. Sevgi adlayandan sonra daha ağır mərhələ gəlir, doğmalıq. Doğmalaşdınsa artıq heç vaxt ayrıla bilmirsən. Doğmalıq ayrı. Sevgi vurulmaqla doğmalığın arasındakı bir mərhələdə adlaya bildim mi, bilmədim. Sevgi odur. Doğmalıq bir parçandır. Övladın kimi, atan kimi, anan kimi, yoldaşın kimi, hər bir şey kimi bir parçadır. O parçaya çevrilmədisə, o sevgi